21 fevral bütün dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Hər kəs öz ana dilini sevməli, bu dildə danışmağı özünə şərəf bilməlidir. Dili yaxşı bilərək bunu gələcək nəsillərə də ötürmək lazımdır. Deməli uşaqlar, ana dilinizi ifadə eləmək üçün siz kiçik bir tapşırıq işləyəcəksiniz. Köftələrinizi açırıq və cümləni tamamlayırıq. Mənim ana dilim. Davamlı siz gətirirsiniz. Ne değilse yad etsin, özlemimdir şirindir. Benim ana dilim benim için çok değerlidir. Ana dilim Ana dilim benim doğma evimdir. Benim ana dilim Azerbaycan'ın vətənin topraklarıdır. Benim ana dilim doğma ve toprağım Azerbaycan'dır. Benim ana dilim benim doğma evimdir. Ana dilimizi korumalıyız. Biz ana dilim öz vətənimə aiddir. Biz ana dilimizi bilməli, öz dilimizdə danışmalıyız. Benim anam dilim, əziz ana dilim. Nənə babalarımızdan qalan ən əzizdir. Bu dil hər uşaq üçün ən qəşəngdir. Benim ana dilimdir, benim doğma dilimdir. Ferhat Gaya çapanda